Məsələn, həyat yoldaşı ilə kim söhbət eləsə, ağır işlər o. Həyat yoldaşı ilə söhbət eləsə, deyir, bir saat hədislərdə, yəni bir neçə dəqiqədə bir söhbət qədər. Saat hədisdə bizim saatdan deyil, çox vaxt, yəni bir hor, elə deyirlər qabaq. Bir müddət çəkilsə, söhbət eləsə, iki həyat yoldaşı. Deyir ki, Məscid-ül Həramda etikaf saxlamaqdan üstün. Etikaf üstün. 3 gün adam gedir, oruc olur, ibadətdən ayrılmır. Məscid-ül Həramda Məkkədə. Ondan üstün. Hə? Biri var ki, elə də gəlib oturmuşsan onsuz da danışırsan elə adət üzrə. Bir də var, məsələn deyirəm, istəyirsən televizora baxasan, misal üçün, necə bir iş görür, deyirsən, qoydurum, Allah'ım, xoş gəlir. Gedib biraz bunu danışdırım, oturaq bir söhbət edin. Məsələn, söz tapmaq olar, o paltarın necə oldu, bu. Məsələn, falan işin necə elədir. Danışasan, bir söz tapıb danışasan. Bax, bu Allah rizası üçün ki oldu, deyirsən etikafdan da üstün. Çünki diqqətin Allah'dır. Allah, sən xoşlayırsan bunu. Allah da adamı yadına salacaq, bir sürü. Çünki bu diqqətdədir. Bax, bu momentdə, bu məqamda həyat yoldaşının ürəyindən keçəcək, kəş bir oturub söhbət edəyərdik. Var da adamlar ki, indiki zamanda ümumiyyətlə doğrudan da elə özümüz də bu dərdə yavaş-yavaş düçar oluruq ki,